Məmur özbaşınalığı, haqsızlıq və hədə qorxulara maruz qalan biri olaraq üzümü Azərbaycan Respublikasının prezidentinə tutaraq müraciət edirəm. Cənab Prezident, vətəndaşlardan məmur özbaşınalığı və qanunsuzluğa görə sizə olunan bir belə şikayətlər, bir belə ərizələr, e-mail, elektron post yazmaları, sosial şəbəkələrdən səslərini sizə çatdırmaq istəməsi, ola bilməz ki, müvafiq qurumların və dövlət rəhbərliyinin bir-bir özbaşınalıqdan, haqsızlıqdan, qanunsuzluqdan xəbərdar olmasın. Şəxsən mən Abdullayev Azad Zadıloğlu olaraq dəfələrlə üzləşdiyim özbaşınalığa görə Ekologiya Nazirliyi tərəfindən mənə dəymiş ziyana görə Prezident Administrasiyasında 10 dəfələrlə sizin köməklərinizin qəbulunda olmuşam. Bütün dövlət qurum rəhbərlərinin qəbulunda olmuşam. Lakin bugünkü günə qədər mənə dəymiş ziyan Ədliyyə Nazirliyi və İcra Prokurorluğu şöbəsi tərəfindən təmin olunmamışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz məmurlarının özbaşınalığına göz yumur. Ədliyyə Nazirliyi İcra Prokurorluğu şöbəsinin özbaşınalığına, qanunsuzluğuna göz yumur. Məhkəmə Hüquq Şurası, məhkəmə qətnamələrinin əgər dövlət qurumu əleyhinədirsə, vətəndaşın xeyrinədirsə, onların icra olunmamasına göz yumur, Milli Məclis qanunların tapdalanmasına göz yumur, Ombudsman Azərbaycan Respublikasının vətəndaşlarının hüquqlarının pozulmasına göz yumur. O zaman biz dərdimizi kimə deyək? Bu dövlət qurumları vətəndaşı niyə dövlətdən, dövlət rəhbərliyindən incir salırlar? Niyə vətəndaşların qəlbində nifrət yaradırlar? Niyə vətəndaşları üsyana cəlb edirlər? Bu belə Azərbaycan Respublikasının əmlakını, pullarını oğurlayıb xarica çıxartmalarına rağmen, Azərbaycan büdcəsini, sərvətlərini talamasına rağmen Azərbaycan vətəndaşının 5 manatına da belə göz dikirlər. Bu qədər bunlar acizdirlər, bu qədər bunlar özbaşınadırlar, bu qədər bunlar qanun tanımırlar ki, dövlətin adından çıxardılan məhkəmə hökm və qətnamələrini belə icra eləmirlər. İcra eləməməklə yanaşı bununla fəxr edirlər. Utanc duymaqdansa, utanmaqdansa, qanunlara riayət eləməməklərindən dövlət qurumu olaraq utanmaqdansa bundan fəxr edirlər. Siz bundan fəxr eləməməlisiniz. Siz bundan utanmalısınız ki, bir vətəndaşın əmlakını mənimsəyirsiniz. Bir vətəndaşın cibindəki 5 manata göz düşürsünüz. Azərbaycan Respublikasının adından çıxardılan məhkəmə qətnamalarına hörmət eləmirsiniz. Siz bundan utanmalısınız dövlət qurumu olaraq. Vətəndaş bir belə qəbullara gedir. Vətəndaş belə səsini hər yerdən çatdırmaq istəyir. Lakin heç bir yerə çatmır. Dövlət qurumları nə Azərbaycan Respublikasının qanunlarını tanıyırlar, nə Azərbaycan Respublikası prezidentinin dediklərinə əməl edirlər. Yalnız fikirləri var dövlət yığmaq, ciblərinə işləmək, vətəndaşın əlində 5 maddə varsa, onu necə mənimsəməkdir. O zaman bir dəfəlik Ədliyyə Nazirliyi rəsmi məktub versin ki, mən Azərbaycan Respublikasının adından çıxardılan məhkəmə qətnamələrini dövlət qurumu borcludur deyə icra eləməkdən imtina edirəm. Ekologiya Nazirliyi rəsmi bildirsin ki, mən dövlət qurumu olaraq vətəndaşın əmlakını mənimsədiyim halda, dövlət hökm və qətnamaları olduğu halda mən bu məhkəmə qətnamalarını saymıram və icra eləmirəm. Məhkəmə Hüquq Şurası rəsmi olaraq bildirsin ki, əgər borclu təşkilat dövlət qurumudursa, məhkəmə qətnaması icra edilməsin. Milli Məclis bir dəfəlik qərar qəbul eləsin ki, dövlət məmurları nə qədər istəsələr vətəndaşı əzə bilərlər, nə qədər istəsələr vətəndaşı soya bilərlər, vətəndaşın əmlakını mənimsəyə də bilərlər, məhkəmə qətnaması olsa icra olunmasın. Bu haqda Milli Məclis bir dəfəlik qərar çıxartsın, biz bilək. Cənab Prezident, bugün nə qədər səsimizi sizə çatdırmaq istəsək, şikayət ərizələrimizdə, sosial şəbəkələrdə, elektron formada, lakin səslərimiz boğulmaqda və sizə çatmamaqdadır. Nə qədər dövlət qurum rəhbərlərinin qəbulunda olsam da, bütün dövlət qurum rəhbərlərinin şəxsən, baş prokurorun da bu işdən xəbəri var, 5 dəfə qəbulunda olmuşam, Ombudsmanın da şəxsən xəbəri var, Daxili İşlər Nazirinin də xəbəri var, keçmiş Ədliyyə Nazirinin də xəbəri var, 5 dəfə qəbulunda olmuşam, yeni Ədliyyə Nazirinin də xəbəri var, sizin köməkçiləriniz, Fuad Alasyorovun da şəxsən bundan xəbəri var, Şahmar Mövsovun da bundan xəbəri var, Mehriban xanımın, katibliyinin 4 dəfə qəbulunda olmuşam. Şəxsən həmin qurumun da bundan xəbəri var. Vitse-prezidentliyin də 4 dəfə qəbulunda olmuşam. Bundan xəbəri var.
9 dəfə, 8-9 dəfə Ekologiya Nazirinin qəbulunda olmuşam. Öz məmurlarının özbaşınalığına göz yumurdu, qanunsuzluğu edirdi. Bugün onsuz da həmin qanunsuzluqlara görə Ekologiya və Təbii Sərvətlər Nazirliyində gedən özbaşınalığa görə Muxtar Babayev də vəzifəsindən azad edilir. Bu o demək deyil ki, Ekologiya Nazirliyinin özbaşınalığı sona yetib. Bu o demək deyil ki, onların dövlət adından çıxardılan məhkəmə hökm və qətnamələrini saymamazlıqları sona yetib. Xeyr, bu özbaşınalıq Ekologiya Nazirliyi başda olmaqla bioloji müxtəlifliyin qorunmasının rəhbəri Firidun Əliyev tərəfindən də bu da hal-hazırda icra olunmaqdadır. Hətta Firidun Əliyev Lənkəran İcra Prokurorluq şöbəsi dəfələrlə mənim təkidlərimə əsasən, mənim getdiyim qəbullara əsasən məhkəməyə təqdimat da versə əmlakların həbsinə görə onların hüquqşünası Anar Rəhimov və Kiçik Qızılağac Balıqartırma Təşkilatının rəhbəri Abbasov Dadaş, yenə deyirəm, əvvəlki çıxışlarında demişəm, onlar sizin adınızdan istifadə edirlər, həmin təşkilatın sizə aid olduğunu bildirirlər, siz tərəfindən maliyyələşdirildiğini bildirirlər və bu özbaşınalığa rəhbərlik, bioloji müxtəlifliyin qorunması xidməti Ekologiya Nazirliyi eləyir. Cənab Prezident, əgər belədirsə, əgər həqiqətən də, yenə deyirəm, əvvəlki yenə deyirəm, çıxışlarında demişəm, həqiqətən də sizin nəzarətinizdədirsə, siz tərəfindən maliyyələşirsə, onda mənə dəymiş ziyanı sizdən ödənilməsini xahiş edirəm. Əks halda Ekologiya və Təbii Sərvətlər Nazirliyi dövlət adından çıxardılan məhkəmə hökm və qətnamələrinə icra eləməyə borcludur. Cənab Prezident, bugün bir dövlət rəhbəri əsas vəzifələrindən biri də vətəndaşların şikayətlərinə baxmaq, vətəndaşların ərizələrinə baxmaq, vətəndaşların səsini eşitmək, ən azından ildə bir dəfə də olsa vətəndaşların içində vətəndaşların şikayətlərini dinləməkdir. Lakin bir Azərbaycan vətəndaşı olaraq bunu nə hiss edirik, nə də görürük. Sizə etdiyimiz müraciətlər elə Prezident Administrasiyasında dövlət qurumları tərəfindən uğurlanır, səsimiz sizə çatdırılmır, göndərdiyimiz e-maillər sizə çatdırılmır, məmur özbaşınalığı tuğyan eləyir, məmur zülmü tuğyan eləyir. Xahiş edirəm, buna son verin və mən Abdullayev Azad Zadıroğlu olaraq xahiş edirəm ki, Ekologiya Nazirliyi tərəfindən mənimsənilmiş əmlakıma görə və mənə dəymiş ziyana görə Azərbaycan Respublikasının konstitusiyasına əsasən mənim xeyrimə çağırdılmış məhkəmə hökm və qətnamaları icra edilərək mənə dəymiş ziyan ödənilsin.